Davam edirik. 2022-ci ildə əgər İspaniyadan Azərbaycana ixrac olunan məhsulların dəyəri 100 milyon dollara yaxın idisə, 2024-cü ildə bu rəqəm 165 milyon dollar ətrafındadır. Bu statistikanı jurnalistlərə açıqlamasında Azpromanın icraçı direktoru Yusif Abdullayev deyib. Qeyd olunub ki, İspaniyadan gələn 20-dən çox şirkət enerji, infrastruktur, tikinti, xidmət, konsalting sahəsində əməkdaşlıq edir. Yusif Abdullayev əlavə edib ki, 2022-ci ildə Azərbaycanın İspaniyaya ixracın dəyəri 1 milyard dollardan çox, ümumi dövriyyəsi isə 1 milyard 100 milyon dollara bərabər olub. Lakin bu rəqəm getdikcə azalıb. 2023-cü ildə bu rəqəmlər biraz aşağı düşdü və dövriyyə təxmini 899 milyon ABŞ dollara yaxınlaşdı. 2024-cü ildə əsas məsələ, yəni ki, bizim enerji sahədə olan ixracımızın aşağı düşməsi səbəbindən əlaqələr rəqəmlər aşağı düşmüşdü. Təxmini 310 milyon ABŞ dollar.